Deyir ki, Avropanın bir çox televiziya kanallarında Alim Qasımov haqqında yayımlanan reportajlar hansı üsluba aiddir? Alim Qasımov yazığın rəsmi işgüzar üslubla nə işi var ay Nuray? Alim Qasımov kimdir? Bizim dünya şöhrətli xalq artistimiz. Tanımırsınız siz Allah Alim Qasımovu? O, ay, biabırçı, heç yerdə deməyin. Gedərsiniz, indi internetdən araşdırarsınız. O boyda kişini tanımamaq olar. O boyda kişini tanımamaq olmaz. Azərbaycan incəsənətinin incisi deyil o kişi. Bir dənə xatirədir mahnısı var. Bir dənə gedib internetdə ona qulaq asarsınız. Görün necə gözəl mahnıdır. İnsanın ruhunu belə, nə deyimi, çox qəşəng mahnıdır. Ümumiyyətlə, onun əsərlərin hamısı qəşəngdir də. Alim Qasımov haqqında reportaj hazırlanır. Sizcə hansı üslub olar? Reportaj. Televiziya, reportaj. Bəli, publistik üslub, əlbəttə. Bəli, publistik üslub. Şükür, bunsa da bildiniz, Alim Qasımovu tanımasaz da, bunsa da bildiniz, bu Alim Qasımovu tanımaq lazımdır. Gələn dəfə soruşacağım, görüm o kişi haqqında nə öyrəndiniz? Dərsimizə aid deyil, amma insan dünya görüşü də olmalıdır da, ən azından Azərbaycanlıyıq, o böyle kişini tanımamaq olmaz.